İmtahana düşmə ehtimalı olan sual tipi, elə bil imtahandasan, qarşına bu çıxıb, görək neçə bal toplayacaqsan, bu suala cavab verə biləcəksən, yoxsa yox bu suala. Sual budur ki, dönə-dönə morfoloji cəhətdən nədir? O, dönə-dönə bunu sənə dedi. Variantlarda orada verilə bilər, zərf verilə bilər, feili bağlama verilə bilər, həm zərf, həm feili bağlama, əslinə görək nədir? Bax, odan sonra nə qoyulub? Vergül. Odan sonra vergül qoyulubsa, deməli bu əslində iki cür ola bilər də. O dönə-dönə bunu sənə dedi, yəni dəfələrlə deyib, çox deyib. Bir də o dönə-dönə, yolu dönə-dönə, dönərək bunu sənə dedi. İndi burada məsələ nədir? Burada dönə-dönədən əvvəl vergül qoyulub. Feildən əvvəl, odan sonra feil gələndə vergül qoyulmaz. Deməli bu zərfdir ki, odan sonra vergül qoyulub. Demək, əminliklə deyə bilərsən ki, odan sonra gələn nitq hissəsi zərfdir. Hansı cümlədə zərfin işləndiyini əminliklə demək olar və yaxud dəqiqliklə demək olar deyilərsə, bax bu variantı göstərə bilərsən. Altına xətt çəkilən söz, yəni dönə-dönə zərfdir. Bunu feili bağlama kimi düşünə bilməzsən, çünki bu cümlədə odan sonra vergül qoyulub. Bu tip izahlar üçün bizi izləməyə davam edin. İkinci cəhət blok imtahanına hazırlaşmaq üçün 055 597 0151 nömrəmizi yaza bilərsiniz. Həmçinin ibtidai sinif müəllimləri və filoloqlar əgər sürət qruplarımıza qoşulub həftəlik 5 dəfə canlılardan və həmçinin hər gün yüklədiyimiz sınaqlardan faydalanmaq və bütün mövzuların izahından faydalanmaq istəyirlərsə, onlar da birinci nömrəyə və filoloqlar 070 882 18 83 yaza bilərlər. İzahlar üçün səhifəmizi izləməyə davam edin. Sağ olun.